Salam əziz TikTok abunəçilərim, Facebook dostlarım. Mən söz vermişdim ki, deməli 10 gündən sonra video qoyacağım. Aclığın bu günləri 10-cu günüdür. 9 gün neçə saatsa keçib aclıqdan. Ona görə bu videonu qoyuram. O blogerlər həmişə açan kimi deyirlər. Bəyənin, paylaşın, bəyənin, paylaşın. Sən Allah bəyənməyin də, paylaşmayın da. Mənim ona heç bir dəxli yoxdur onun. Mən buradan pul götürmürəm, bir şey eləmirəm. Mən burası da sadə olaraq demək istəyirəm, göstərmək istəyirəm sizə ki, belə bir şey var. Sonra indi keçək ora siz deyə bilərsiniz ki, hə, mən dedim o 40 günlük aclıq nəsə şübhəlidir. Deyə bilərsiniz ki, bəs sənə niyə inanaq, hardan inanaq? Fakt, nə qoyursan ortaya? Ona görə ki, Səməd müəllimin, Səməd Əliyevin yazdığı o kitabda mənim şəklimi verib, mənim həyatımdan yazıb ki, belə olub, belə olub. Hə, bu faktdır. Faktdan o tərəfə qaçan bilməzsin. Mən ümumiyyətlə, deməli, anadan doğulanda ağciyər arteriyasının stenozu ilə doğulmuşam. Və mən həyatım boyu həmişə Allahıma şükür eləmişəm ki, nə yaxşı sən məni bu xəstəliklə yarattın. Sən məni bu xəstəliklə yaratmasaydın, mən indi bu cürə oyunlar çıxarda bilməzdim. 70 yaşında dekabr ayında, yanvar ayında gedib dənizdə çimə bilməzdim. Bu xəstəlik məni məcbur elədi ki, mən bu yolu seçim. Mən orta məktəbdə idman dərsi keçməmişəm, uşaqlar hamısı elə eləyirlər ki, mən görməyim, danışığı eşitməyim, bir-birlərinə deyirlər ki, bax, İlqar çox yaşamayacaq, ürəyi xəstədir. İnstitutda tələbə yoldaşlarım hamısı fikirləşirdilər ki, bax, yer getdi, əskərlikdən, hərbi dərsdən azad oldusa, deməli, bu çox yaşamayacaq. Sonra mən Minskdə təyinatla işləyəndə, orada hərbiyə çağırdılar, dedim xəstəyəm, dedilər yox, gəl balnisada yat deyərsən, xəstəsən yox. Bir 15 gün orada xəstə yatdım, orada təsdiq elədilər mənim diaqnozu, mənə təklif elədilər ki, gəl səni əməliyyat eləyək. Mən də dedim, mən burada atam yox, anam yox, qardaşım yox, mən burada ölsəm məni kim aparacaq? İmtina elədim, hamısını yazdılar, təsdiq elədilər, mənə təklif elədilər ki, əgər sən əməliyyat olunmasan, 5 ildən artıq yaşamayasın. Yəni bunlar hamısı faktdır. Orta məktəb dostlarım buradadır. Nə bilim, o institut tələbələrim var, hamısı qulaq asırlar mən dediklərimi. Parkda bir belə tanışım var. Onlar hamısı TikTokda mənlə bir yerdədirlər. Mən yalandan desəm, mən bir belə fakt qoyuram var. Şimdi problem sizdir. İstəyirsiniz inanın mənə, istəyirsiniz inanmayın. Mən çox işlər görmüşəm, çox adamlar sağaltmışam. Qardaşımı operasiyaya qoymamışam. Həkim deyib, 3 gündən sonra operasiya olasan. Qoymamışam, qalxızı qoymuşam ayaq üstə. Çox işlər görmüşəm, indi onları demək istəmirəm, durub burada nağıl danışası deyiləm o barədə. Yəni inanırsınız, inanın, inanmırsınız, inanmayın. Mən bunu nəyə görə qoyuram? Yəni deyirəm, bunun yolu var, bunun yolu budur. Mən bu yolu keçmişəm. İstəyərdim siz də gedib, mən 30 ildir bir dənə dərman atmıram. Mənim səhər tezdən idmanım idman yerindədir. Bax, səhər tezdən düz 1 saat bu parkda idmanım idman yerindədir. Priborlarda işləməyim yerindədir. 15 dəqiqə bura qaçmağımdır. 20 dəqiqə buradan evə yavaş-yavaş getməyimdir. Mən istəmirəm, əgər istəyirsinizsə, bu yolu seçmək istəyirsinizsə, dərmanlardan uzaq olub, gedib saatlarla poliklinikalarda növbə gözləməyin, həkim axtarmayın, balnisalara getməyin, pulunuzu bir elə həkimlərə xərcləməyin, gəlin bu işlə məşğul olun. Mən həkimlərin qarşısında baş əyirəm, o sənət sənətdir, gözəl sənətdir, amma elə şey var ki, həkimin dediyini Quran ayəsi kimi qəbul eləmək lazım deyil. Bax, orada professor mənə dedi ki, 5 ildən artıq yaşamayasın, operasiya eləməmiş. Deməli, qulaq asmamaq olar da. Mənim bir dostum var, 77 yaşı var. Uzun müddətli görsətmədi, korona vaxtı. Sonra görüşdük. İlqar, mən şey eləmirəm, operasiya eləyiblər, damarı çıxardıb ürəyimə qoyublar, ürəyimdə. Bəs mən nə qarım? Yox, gəl parnoya. O da elə şey olar, həkim mənə deyib, parnoya olmaz, evdə bir dənə də həkim, mən nətər gəlim, məni qoymazlar. Dedim, sən gəl parnoya. 3 ildir adam parnoya gəlib, gör, özünü necə gözəl hiss eləyir.
Nastroyeniyası paranoyadan çıxandan sonra hələ bir 2 gündə o nastreyeniya onda qalır. Yəni dediyim odur ki, bunlar hamısını ona görə sayıram ki, inanırsınız inanın, inanmırsınız inanmayın. Bu faktdır. Bunlar hamısı məni tanıyır. Əgər belə şey olmasa yazarlar kommentariyada ki, göp eləyirsən, yalan deyirsən. İndi keçək o aclıq məsələsinə. Mən demişdim 10 gün. Hazırlıq. Aclığın birinci hazırlığı mədə-bağırsaq sisteminin yuyulmasıdır. Mədə-bağırsaq sistemi nə qədər təmiz yusan, bir o qədər rahat keçəcək. Deməli aclıq. Onu dərmanla yumaq olur. Dərman atırsan bütün mədə-bağırsaq sistemi. Mən dərmandan uzağam. Bayaq dediyim kimi 30 ildə, 35 ildə, nə bilim neçə ildir bir dənə dərman atmıram. Götürdüm mən dəvəgözü. Dəvəgözü otun, açırsan, içirsən bir stəkan çay. 5-6 saatdan sonra açılır. Mədə-bağırsaq sistemində heç nə qalmır. No, bu azdır. O təmiz mədə-bağırsaq sistemi açmır. Dalınca da mən yogaların metodu var. 3 litr suyu içirsən, hardasa 1 saat ərzində bütün mədə-bağırsaq sistemi yuyulur, düz bağırsaqdan xaric olur. Ondan təmiz yumaq yoxdur. Mən də olub neçə dənə adamların üstündə yoxlamışam. Çox əla keçir. Onun gimnastikası var. Hər su içəndən sonra gimnastikanı edirsən, təmizlənir, gedir. Onun Malaxovun kitabında da var. Malaxov elə yazır ki, bu bunun kəşfidir. Nədir? Bu yogalar bunu 2000 il bundan qabaq kəşf ediblər, onların metodudur. Nəysə, bunlar hamısı keçdi. İndi keçək o aclığa. O 3 gün aclıqdan o proseduru eləyəndən sonra birinci, üçüncü 3 günü çox halsızlıq olur. Həddən artıq böyük halsızlıq. Görək dözəsən də, nə varəsən də. Aclıq hissi, mən o qədər eləmişəm, aclıq hissi o saat itdi. Aclıq hissindən söhbət gedəməz. Sonra gəlir əsas məsələ. 7-9-cu günü, ya 7, ya 8, ya 9. Bu 3 günü asidatik krizis olmalıdır. Sən onu başa düşməlisən ki, bu asidatik krizisdir. Panikaya düşüb qorxmamalısan və bilməlisən, onu nətər götürməlisən. Onu nətər götürməlisən. Məndə də oldu, nə də görsətdi özünü. Deməli, boynumun arxasından korpusa kimi əsəbi ağrılar, nervin ağrılar. Hiss edirdim ki, nerv ağrıları gedir, nerv ağrıları. Bunu nətər götürüm? Lapko. Kuznetsovun lapkosu var, Kovrik lapko. Və o Moskvadan alıb göndəriblər, pay veriblər. Burada Bakıda 200 manatdır dənəsi. O Kovriki qoyursan, Kovrik o saat o problemi həll edir. Çox gözəl Kovrikdir. O əvəz olunmaz bir şeydir. O ağrı demeyeyim də, narahatçılığı faktiki bir saatın içində götürdü. Ayrı elə bir problem çıxmayıb. Yəni o birinci asidatik krizisi mən keçdim. Əgər indi uzun müddətli eləsəm, ikinci asidatik krizis olacaq 19-21-ci gün. Mən keçən dəfə ona görə 19-da saxlamışdım ki, 19-da o ikinci krizis başladı. Mən nəsə biraz şübhəli qaldım. Ürəyimin arxasında bir toçka oldu, ağrıdı. Ona görə dayandım. Biraz ehtiyat elədim. Bu dəfə gedə bilsəm ora kimi, orada da ehtiyat eləməyəcəm. Sonra nə deyim? Deməli, çəki 88-dən düşüb 80-da. Deməli, bunun o aclığın maraqlı şeyi nədir? Hər gün 1 kilo çəki düşür. Hər gün 1 kilo çəki düşür. 10 gün. 10 gündən sonra 11-ci gün. 200 qram, 300 qram. 200 qram. Belə də davam eləyir. Bu da asidatik krizislə belə. Sonra indi paranoy nətər. İdman yerində, gəzmək yerində düzdür, halsızlıq var. Durub bir qədər hərəkət eləyəndən sonra halsızlıq keçib gedir. Deməli, 5-ci günü, aclığın 5-ci günü paranoya getmişəm, 2 dənə qəşə süpürgə vurmuşam. Demirəm, elə o aktiv süpürgə vurmuşam, intensiv süpürgə vurmuşam, vurmuşam. Yorğunluq var axı, elə belə deyil. İndi görək bu nə tərk edəcək. Allah qoysa bir 5 gündən sonra da bir dənə də video çəkib qoyaram. Orada o kommentariyalara görə deyirəm, yoxsa nəyimə lazımdır. Şəkər xəstəliyindən çox sual verirlər. Şəkər xəstəliyindən danışacağım onun. Ayrı nə deyim sizə? Hələ ki, hər şey öz qaydasında gedir. Görürsünüz, nastroyeniya normalni.
hərəkətlərim normaldır, hamısı, heç biri əldən ayaqdan getmək yoxdur, hər şey qaydasındadır. Sonra orada bir adam sual vermişdi ki, özdə niyə elə zülm edirsən? Qardaş, bu zülm deyil. Sən o aclıqdan ləzzət almalısan. Ləzzət almalısan. Sənin bədəndən indiyənə kimi nə qədər zirzibillər yığılıb, içdiyin o koladan, o aldığın havadan, qazın, o maşının o tüstüsündən, nə bilim o şirniyyatdan, zirzibillərdən qalan o zirzibillər canından çıxır. Sən bədəni təmizləyirsən. Bunun nəyi pisdir? Nəyi muçeyniyadır? Sən onu ləzzət almırsansa, o çətindir aclığı eləmək. Bədənin təmizlənir sənin, bədənin gözəlləşir. Sən ondan sonra yeyəsən də, içəsən də, gedib o pul paranı hamısı həkimlərə xərcləməyəsən də, gözəl həyat yaşayasın. Bunlar hamısı ona görədir. Baxın, istəyirsiniz eləyin. O yolu, hərənin öz yolu var. Kim istəyir? O yolu seçdi. Kim istəyir? Bu yolu seçdi. Mən bu birisi yolu seçdim. Seçim sizindir. O bir siyasətdə belə bir söz var idi. Top indi sizin poliyadadır, siz tərəfdədir. Baxın, görün, nə qayırsın, neyinirsin. Oldu hələlik. Hamınıza uğurlar arzulayıram, hamınıza gözəl həyat sürməyi arzulayıram, hamınıza xəstəlikdən uzaq olmağı arzulayıram. Nə məsləhətləriniz, suallarınız varsa verə bilərsiniz. Bildiyim şeyə cavab verəcəm dəqiqliyi ilə. Bilmədiyim şeyə mən heç vaxt yəni etiraf eləyərəm ki, mən bunu bilmirəm, başım çıxmır, qardaş. Bundan xəbərim yoxdur. Oldu. Çox sağ olun. Minnətdarım dinlədiyinizə görə.